Salam, Tarix Hasan İzahda kanalına xoş gəlmisiniz. Mən Səfərova İlahə. Mən bugün sizə Yunanistan Makedoniya testinin izahını verəcəm. Kanalımıza abunə olmağı, like düyməsini sıxmağı unutmayın. Deməli, birinci testdə deyir, Spartalılar adlanırdılar. Spartalılar adlanırdılar. Burada cavab D variantı olacaq. Lakonikanı işğal etmiş Dorilər ilə Spartalılar adlanırdılar. Bunlar da eradan əvvəl 2-ci minilliyin sonunda Cənubi Yunanistanda Lakonika vilayətini işğal etmişdilər. 2-də eradan əvvəl 2-ci minillikdə Lakonikanı işğal edən Dorilər sonradan adlanırdılar, elə Spartalılar. D variantı. Dorilər və ya Spartalılar eyni mənaya gəlir. 3-ə baxırıq. Eradan əvvəl 5-ci əsrin sonlarında Yunan şəhər dövlətləri arasında müharibələrin nəticəsi. Bu müharibələrin nəticəsi Afinanın məğlubiyyəti ilə başa çatdı. Afina məğlub oldu. Y variantıdır burada cavab. Yunan şəhər dövlətləri arasında gedən müharibənin nəticəsində Afina məğlub oldu. 4-ə baxırıq. Eradan əvvəl 2-ci minillikdə Dori tayfalarının Yunanistana hücumunun nəticəsi. Dorilərin Yunanistana hücumunun nəticəsində Mikena mədəniyyəti məhv edildi. Biz dedik ki, Krit mədəniyyətinə vulkan püskürməsi nəticəsində belə deyək ki, dağıldı Krit mədəniyyəti. Amma Mikena mədəniyyəti isə Dori tayfalarının hücumu nəticəsində məhv edilmişdi. Eyni zamanda Mikena mədəniyyəti Axey tayfaları tərəfindən yaradılmışdı. Y variantıdır doğru cavab. 5-ə baxsaq, eradan əvvəl 5-ci əsrdə Afina və Romanın idarə quruluşundakı oxşarlıq. A-da deyir, müəyyən müddətə seçilmiş şəxslər tərəfindən idarə olunması. Bəli, cavabımız elə budur. Məsələn, B-yə baxsaq deyir, xalq tribunları tribun təkcə Romaya aiddir. Monarxiya idarə sisteminin mövcud olması. Xeyr, bu heç birinə aid deyildi 5-ci əsrdə. İmperatorlar tərəfindən idarə edilməsi. Bu da aid deyil heç birinə. Romada imperiya dövrü eradan əvvəl 27-ci ildən başlayır. Senat tərəfindən idarə olunması. Bu da yanlış variantdır. Cavabımız olacaq elə A variantı 5-də. 6. Qədim Misir dövlətinə tabe edilməmişdir. Qədim Misir dövlətinə tabe edilməmişdir Yunanistan. Yəni Yunanistan Misiri tabe, belə deyək ki, Misir Yunanistanı tabe etməmişdi. Suriyanı tabe etmişdi, Fələstini tabe etmişdi. Eradan əvvəl 2-ci minillikdə bunların hamısını tabe eləmişdi. Finikiyanı, Cənubda Nubiyanı demişdi, 1-ci Tutmos tabe eləmişdi. Elə Fələstini, Suriyanı, Finikiyanı 1-ci Tutmosun dövründən başlayaraq tabe etmişdilər. Yəni Yunanistan aid deyil. 7. Makedoniya imperiyasına tabe edilməmişdir. Makedoniya imperiyasına tabe edilməmişdi Çin. Çini tabe eləməmişdi Makedoniya. Biz bildiyimiz kimi Misiri 332-ci ildə tabe eləmişdi. Afina şəhər dövlətlərini 338 Xeroneya döyüşündə tabe etmişdi. Əhəmənilər dövlətini. Əhəmənilər də bəli, Makedoniyalı İskəndər tabe eləmişdi. Finikiyanı da bu da doğrudur. Finikiyanı da tabe etmişdi. 8. Qədim Afina şəhər dövlətində aristokratiya adlanırdı. Aristokratiya adlanırdı adlı sanlıların hakimiyyəti. A variantıdır cavabımız. 9. Qədim Afinada ordu və donanmaya başçılıq edən şəxs adlanırdı. Ordu və donanmaya başçılıq edən şəxs strateq adlanırdı da A variantıdır. Strateqlər də Afinada seçilməyə başlanmışdı eradan əvvəl 6-cı əsrdən. Bunu doğru götürərik. 11-ə baxsaq, eradan əvvəl 4-cü əsrdə Yunanistanın Makedoniya hakimiyyəti altına düşməsi səbəblərindən biridir. Yunanistanın Makedoniya hakimiyyəti altına düşməsinin səbəblərindən biri nə ola bilər? Burada da cavabımız olacaq D variantı. Şəhər əhalisinin pulla ələ alınması. Elə bu Filippin dönəmində idi. Filippin dönəmində eyni zamanda bu Xeroneya döyüşü nəticəsində baş vermişdi Yunan şəhər dövlətlərinin tabe edilməsi. Spartadan başqa qalan Yunan şəhər dövlətləri tabe edilmişdi. Bunun da səbəbi Yunan belə deyək ki, şəhər əhalisinin pulla ələ alınması idi. Bu Xeroneya döyüşündə də Makedoniyalı İskəndər sərkərdə kimi, Filippin oğlu idi. Bu döyüşdə sərkərdə kimi iştirak eləmişdi. 12. Fermopil döyüşündə Yunan ordusuna başçılıq edən sərkərdə. Yunan ordusuna başçılıq eləyirdi Leonid. Leonid başçılıq eləmişdi. Fermopil döyüşü də olmuşdu 480-ci ildə. 13. Yunan Əhəməni müharibələrinin nəticələrindən biri. Bunun nəticələrindən biri kimi biz götürərik burada
B variantına. Egey dənizində əhəmənilərin hərbi donanmasının üzməsi qadağan edildi. Bəli. B variantı. Yunan əhəməni müharibəsi də başa çatdı. 449-cu ildə eradan əvvəl 449-da başa çatdı və əhəmənilər hərbi donanması üzməsi belə deyək ki, Egey dənizində qadağan edildi. B-dir cavab. 14. Yunan əhəməni müharibələrinin nəticəsi kimi burada cavab olacaq C variantı. Əhəmənilərin Kiçik Asiyada olan Yunan şəhərlərinin istiqlaliyyətini tanıması. Bəli, elə 449-cu ildə bunu da tanıdı əhəmənilər. 15. Eradan əvvəl 5-ci əsrə aid deyil. 5-ci əsrə aid deyil. Burada D variantı. Afina-Sparta arasında olan müharibə. Afina-Sparta müharibəsi aid deyili soruşur. Əslində aiddir. C variantı aid deyil. D variantı aid deyil burada. Karra döyüşü. Karra döyüşü olmuşdu eradan əvvəl 53-cü ildə. Bu da eləyir 1-ci əsr. Eradan əvvəl 1-ci əsr. Ona görə bunu götürmürük. Baxın, Plateya döyüşü olmuşdu 479 eradan əvvəl. Afinada Periklin hakimiyyəti. Periklin hakimiyyəti eradan əvvəl 443-də gəlir hakimiyyətə. Bu da 5-ci əsrdir. Afina-Sparta müharibəsi də 5-ci əsrə düşür. Karra döyüşü isə 1-ci əsrdir. 16. Qədim Afinada demos adlanırdı. Qədim Afinada demos adlanırdı. Attikanın aristokratlardan başqa bütün azad əhalisi demos adlanırdı. Y variantıdır cavab. Attikanın aristokratlardan başqa bütün azad əhalisi. 17. Eradan əvvəl 6-cı əsr Hindistan və 5-ci əsr Yunanistanın tarixinə aid oxşar cəhət. 6-cı əsr Hindistan, 5-ci əsr Yunanistan tarixinə aid oxşar cəhət. Burada da olacaq Y variantı. Əhəməni dövlətinin hücumuna məruz qalması. 6-cı əsrdə bəli Hindistan qalmışdı. 5-ci əsrdə də elə bu döyüşlər zamanı 490 marafon döyüşü, 480 Fermopil döyüşü, Salamin döyüşü bunları götürə bilərik. 479 Plateya döyüşünü Yunanistanla Əhəməni arasında olmuşdu. Bunları oxşar cəhət kimi götürə bilərik. 18. Eradan əvvəl 2-ci minillikdə baş vermişdir. 2-ci minillikdə baş vermişdir. Burada da cavab olacaq C variantı. Dorilərin Yunanistana, Arilərində Hindistana hücumu. Bunların hər ikisi də aiddir eradan əvvəl 2-ci minilliyə. Digər variantlara baxsaq, baxın, Solon islahatları eradan əvvəl 6-cı əsrdir. Bu 1-ci minilliyə düşür, götürmürük. Böyük İpək yolunun açılması və Afina şəhər dövlətinin yaranması. Bu da eradan əvvəl 2-ci əsrə düşür. Afina şəhər dövlətinin yaranması da eradan əvvəl 8-ci əsrdir. Bu da uyğun deyil. Dorilərin Yunanistana, bəli, cavabımız elə C variantıdır. Yunan əhəməni müharibələri. Yunan əhəməni müharibələri eradan əvvəl 5-ci əsr. Yunanistanda erkən polislərin yaranması isə eradan əvvəl elə 8-ci əsrdən götürərik. Drakon qanunu oldu eradan əvvəl 7-ci əsr. İlk olimpiya oyunlarının keçirilməsi isə 776 eradan əvvəl, yəni 8-ci əsr. Bu da uyğun deyil. 19. 19-da deyir eyni əsrdə baş vermişdir. Eyni əsrdə burada olacaq cavabımız D variantı. Afinada Drakon qanunlarının tərtib edilməsi eradan əvvəl 7-ci əsr, Azərbaycanda da İskit şahlığının yaranması da eradan əvvəl 7-ci əsrə aiddir. Digərlərinə baxsaq, Şumer və Sparta şəhər dövlətlərinin yaranması. Şumer şəhər dövləti yaranmışdı eradan əvvəl 3-cü minillikdə. Sparta şəhər dövlətinin yaranması isə bunu 2-ci minilliyə götürürük. Böyük Hun dövlətinin parçalanması, bu oldu eradan əvvəl 58-ci il. Hindistanda Aşokanın vahid dövlət yaratması. Bu da oldu eradan əvvəl 3-cü əsr. Bu da uyğun deyil. Böyük Çin səddinin tikilməyə başlanması eradan əvvəl 214. Drakon qanunlarda dediyi oldu 7-ci əsr. Y-də Afina şəhər dövlətinin yaranması eradan əvvəl 8-ci əsr. Azərbaycanda İskit şahlığının süqut etməsi. Azərbaycanda da İskit şahlığının süqut etməsini biz götürərik İskit şahlığının süqut etməsi. Eradan əvvəl 590-cı ildə. Yəni bu da yanlışdır. 20. Eyni əsrdə baş vermişdir. C variantı Midiya dövlətinin süqutu, Solon islahatları. Bəli, hər ikisi də eradan əvvəl 6-cı əsrdə baş vermişdi. Midiyanın süqutu da, Solon islahatları da eradan əvvəl 6-cı əsrdə baş vermişdir. 20-də deməli cavabımız olacaq C variantı. 21. Fermopil və Xeroneya döyüşlərinin oxşar cəhəti. Burada da cavab olacaq C variantı. Yunanlar hər ikisində də məğlub olmuşdu. Fermopil olmuşdu eradan əvvəl 480-də Əhəmənilərə məğlub olmuşdu. Xeroneya döyüşündə də Makedoniyalılara məğlub olmuşdu 338-ci ildə.
22. Eradan əvvəl 4-cü əsrdə Yunan şəhər dövlətlərinin və Əhəməni dövlətinin süqutunun oxşar cəhəti. Burada cavabımız B variantı olacaq. Makedoniya dövlətinin işğalları. Bəli, hər ikisinə də Makedoniya dövləti belə deyək ki, işğal etmişdi, süqut eləmişdi bunun nəticəsində. Bayaq da dediyimiz kimi Xeyroneya döyüşü 338, Əhəməni dövlətinin də süqutu 331-ci ildə Qavqamela döyüşü nəticəsində süquta uğramışdı. 23. Fermopil və Plateya döyüşlərinin ümumi cəhəti. 23-də də cavabımız D olacaq. Yunanlarla Əhəmənilər arasında olmaları. Bəli. 24. Qavqamela və İs döyüşlərinin oxşar cəhəti. Burada da cavab Y variantıdır. Makedoniyalılarla Əhəmənilər arasında olması. Hər ikisi Qavqamela olmuşdu 331-də, İs döyüşü də olmuşdu 333-cü ildə. 25. İs və Qavqamela döyüşlərinin oxşar cəhəti. 25-də də cavabımız olacaq C variantı. Əhəməni qoşunları məğlub oldu. Bəli, hər ikisində də Makedoniyalılar Əhəməniləri məğlub etdi. Makedoniyalı İskəndərin dövründə idi bu döyüşlər. 26. 26-da Marafon və Qranik döyüşlərinin oxşar cəhəti. Burada da A variantıdır. Əhəməni qoşunları məğlub edilmişdi. Hər ikisində də Əhəmənilər məğlub edilmişdi. Marafon döyüşündə Yunanlara məğlub olmuşdu Əhəmənilər. Qranik döyüşündə isə Makedoniyalılara məğlub olmuşdu 334-cü ildə. 27. Qədim Misir və Yunanistan tarixində ümumi cəhət. Burada da A variantıdır. Roma dövləti tərəfindən işğal olunmaları. Qədim Misir eradan əvvəl 30-cu ildə Romanın əyalətinə çevrilir. Yunanistandakı eradan əvvəl 146-cı ildə Romanın əyalətinə çevrilir. 28. Eradan əvvəl 5-ci əsr Afina və eradan əvvəl 2-ci əsr qədim Roma tarixindəki oxşarlıq. Burada B variantı olacaq cavab. Qonşu dövlətlə müharibə aparmaları. Elə Afinanı da götürə bilərik. 5-ci əsrdə Sparta şəhər dövləti ilə müharibəsini götürə bilərik. 5-ci əsrdə. Yəni bunları Əhəmənilərlə müharibə götürə bilərik Afinaya, Sparta ilə götürə bilərik. Qədim Roma dövlətini də eradan əvvəl 2-ci əsrdə, yəni Karfagenlə müharibə etmişdi. Eyni zamanda Yunanistanı ələ keçirmişdi. Makedoniya ilə müharibə etmişdi. Yəni bunları götürə bilərik. B variantıdır cavab. 29. Yunanlar Aralıq dənizi hövzəsində hakim qüvvəyə çevrildilər. D variantı Əhəməni dövləti üzərində qələbə çaldıqdan sonra, yəni 449-cu ildə. 30. Plateya döyüşündən sonra Əhəmənilərə qarşı müharibəni aparmaq üçün Yunan şəhər dövlətləri, burada da cavab olacaq A variantı. Vahid ittifaqda birləşdilər. Bəli, Vahid ittifaqda birləşdilər və Əhəməniləri məğlubiyyətə uğratmış oldular. 31. Attikada demos, qədim Romada plebeylərə aid oxşar cəhət. Burada da B variantıdır. Mübarizə nəticəsində vətəndaşlıq hüququ əldə etmələri. Attikada dediyi demos vətəndaşlıq hüququnu əldə etmişdi. Solon islahatlarından sonra ilə vətəndaşlıq hüququ əldə etmişdi. Amma tam hüquqlu vətəndaş olması isə Perikl islahatından sonra, vəzifə tutduqdan sonra götürürük. Qədim Romada da tam hüquqlu vətəndaş eradan əvvəl 3-cü əsrdə artıq plebeylər tam hüquqlu vətəndaşa çevrilmişdi. B-dir cavab. 32. Makedoniya və Atropatena dövlətlərinə aid ümumi cəhət. Hər ikisinə aid oxşar cəhət D variantı. Hər ikisi də Romalılarla müharibə aparmışdı. Roma Makedoniyanı 146-da işğal etmişdi eradan əvvəl. Atropatena ilə də Romalılar ilə müharibə aparmışdı. Eradan əvvəl 1-ci əsrdə də aparmışdılar. Yəni 1-ci əsrdən götürə bilərik. 33. Qədim Albaniya dövlətinin mövcud olduğu illərə aid deyil. Albaniyanın mövcud olduğu illər də eradan əvvəl 4-cü əsrdən 705-ci ilə qədər, bizim eramızın 705-ci ilinə qədər. Yəni bu dövrlərə aid deyil. Burada da cavabımız olacaq D variantı. D variantı 331 Qavqamela döyüşü. Qavqamela döyüşünü biz Albaniya dövləti hələ yaranmamışdı 331-ci ildə. Ona görə D variantını baxın. D variantını ona görə də götürmürük. 34. 34-də deyir ki, Manna dövlətinin mövcudluğu dövründə baş vermişdir. Mannanın mövcudluğu dövründə. Manna da eradan əvvəl 843-də yaranmasını götürürük. Eradan əvvəl 590-cı ilə qədər. Yəni bu dövrdə deyir ki, baş vermişdir. 34-də də cavab D variantıdır. Afinada metal pullardan istifadə olunması. Metal pullar da eradan əvvəl 7-ci əsrdən kəsilməyə başlanmışdı. Bunu da götürə bilərik. Həmin dövrə düşür. O biri variantlara baxsaq, Yunanlarla Əhəmənilər arasında Marafon döyüşü oldu 490 eradan əvvəl.
Misirin qədim Romanın əyalətinə çevrilməsi eradan əvvəl 30, Qavqamela döyüşündə Əhəmənilərin məğlub edilməsi eradan əvvəl 331, Karra döyüşüdəki eradan əvvəl 53-cü ildir. 35. Afinada aristokratlarla demos, Romada patrisilərlə plebeylər arasında mübarizənin nəticələrində oxşar cəhət. Burada da B variantıdır cavab. Hər ikisi də vətəndaşlıq hüququ aldı. Yəni biri eradan əvvəl elə 5-ci əsrdə tam hüquqlu vətəndaş oldu. Romada da patrisilər ilə plebeylər arasında mübarizə nəticəsində eradan əvvəl 3-cü əsrdə tam hüquqlu vətəndaşa çevrildilər. B. 36. Afina şəhər dövlətinin eradan əvvəl 6-cı əsr tarixi üçün səciyyəvi idi. Burada A variantıdır. Kəndlilərin borclarının ləğv edilməsi. Bu da Solon islahatlarına əsasən kəndlilərin borcları 594-cü ildə eradan əvvəl ləğv edilmişdi. A variantı doğru cavabdır burada. 37. Makedoniyalı İskəndərin hakimiyyəti dövrünə aid deyil. Burada da cavabımız Y olacaq. Yunan şəhər dövlətlərinin azadlığına son qoyulması İskəndərin atası Filippin dönəmində idi. Demişdik, bayaq da dedik ki, İskəndər burada sərkərdə kimi iştirak eləyirdi. Y variantıdır. 38. Daha əvvəl baş vermişdir. Yunanistanda şəhər dövlətlərinin meydana gəlməsi eradan əvvəl 8-ci əsr, Afinada gümüş pulların istifadə edilməsi eradan əvvəl 7-ci əsr, Qıraq qardaşlarının islahatları bu eradan əvvəl 2-ci əsrdir, Solon islahatlarının keçirilməsi eradan əvvəl 6-cı əsr, Drakon qanunları da eradan əvvəl 7-ci əsrdir. Deməli, daha əvvəl Yunanistanda A variantıdır, şəhər dövlətlərinin yaranmasıdır. 39. Uyğunluğu müəyyən edin. Afina şəhər dövləti Drakon qanunu Solon islahatları Senat tərəfindən qəbul edilmişdi. Deməli 39-da olacaq cavabımız D variantı. 1-ə götürü Senat tərəfindən qəbul edilməmişdi. Ona görə bu doğru deyil. B-də deyir daha çox aristokratların həyatını və əmlakını qoruyurdu. Bəli, bu da doğru variantdır. 1B. Sonra C-də deyir tam şəkildə demosa verildi hakimiyyət. Xeyr, əksinə aristokratlara verilirdi hakimiyyət. 2-də Solon islahatları. Attikanın əhalisi bütün vəzifələri tutmaq hüququ aldılar. Xeyr, vəzifə hüququ vermirdi Solon. Vətəndaşlıq hüququ verirdi, lakin vəzifə vermirdi. B-də deyir kəndlilərin borcları ləğv edildi. Bəli, borc ləğv edildi. Afinalıların borca görə qul edilməsi qadağan edildi. Bəli. B, C. Deməli variantımız D variantıdır. 40. Qranik və İs döyüşlərində qalib gələn dövləti müəyyən edin. Hər ikisində də Makedoniya qalib gəlmişdi. Makedoniya da burada 5-dir. Y variantıdır cavabımız. 5 Makedoniyadır. 41. Aşağıdakılar aiddir. Afinada yoxsul vətəndaşların idarə etmədə iştirakı genişləndi. Quldarlıq demokratiyasının çiçəklənməsi dövrü idi. Hər bir vətəndaş istədiyi vəzifəni tuta bilərdi. Vəzifə deyəndə Afinada ağlımıza gəlməlidir. Periklin islahatları, Periklin hakimiyyəti dövrü. Cavabımız olacaq D variantı. 42. Afinada Periklin strategiliyi dövründə Yunanistanda baş verən hadisə. Periklin strategiliyi dövrü olmuşdu eradan əvvəl 443-dən 428-ə qədər. Solon islahatları keçirildi. A-da deyir. Solon islahatları 594-də olmuşdu. Bu düşmür. B. Afina ilə Sparta arasında müharibə başlandı. 431-də başlanmışdı. 404-də başa çatmışdı. Yəni bunu götürə bilərik. Elə cavabımız B variantıdır. Marafon döyüşü oldu 490. Qaradəniz sahilində ilk koloniyanın əsası qoyuldu. Koloniyalar da salınmışdı. Eradan əvvəl elə koloniyalar salınmışdı 7-6-cı əsrlərdə koloniyalar. 8-6-cı əsrlərdə daha doğrusu salınmışdı. Drakon qanunları da qəbul edildi eradan əvvəl 7-ci əsrdə. 43. Uyğunluq pozulmuşdur. Uyğunluq pozulmuşdur. Burada C variantı olmalıdır. Marafon döyüşündə Yunan ordusuna başçılıq edirdi Sparta hökmdarı Leonid. Yunan ordusuna Miltiad başçılıq eləyirdi. Leonid yox. Ona görə də C variantı səhvdir. 44. Drakon qanunlarının qəbul edilməsi, demosla aristokratlar arasında mübarizənin kəskinləşməsi. Verilənlər qədim Yunanistanda səbəb oldu. Burada səbəb oldu aristokratların demosa güzəştə getməsinə. Çünki aristokratlar qorxurdular ki, demos üsyan qaldırar. Ona görə də güzəştə getdilər və Solon islahatlar keçirdi 594-cü ildə. 45. Makedoniyalı İskəndərin vəfat etməsi, Makedoniya imperiyasının parçalanması. Verilənlər
Nələr səbəbidir? Yəni nəyin nəticəsində bu hadisələr baş verdi? Daha doğrusu verilənlər səbəbidir. Yəni bunun nəticəsində nələr yarandı? Nəyə səbəb oldu? Nəyə gətirdi, çıxartdı? Y variantı. Azərbaycan ərazisində yeni dövlətlərin yaranmasına, yəni Atropatena, Albaniya dövlətləri bundan sonra yaranmışdı. 46. Uyğunluğu müəyyən edin. Qədim Afinada islahatlar, Solon islahatları, Perikl islahatları. Deməli, eradan əvvəl 6-cı əsrin sonlarında həyata keçirildi. 6-cı əsrin sonları deyildi, 6-cı əsrin əvvəlləri idi. Ona görə A variantını götürmürük, 594-cü il idi. B-də deyir, taxıl və digər zəruri ərzaq məhsullarının ixracı qadağan edildi. Bəli. 1B, vətəndaşların hüquq və vəzifələri onların əmlakına uyğun müəyyən edilməyə başladı. Bəli, bu da doğrudur. 1B 2. Afina vətəndaşlarının idarə etmədə iştirakı məhdudlaşdırıldı. Xeyr, əksinə idarə etmədə iştiraki vəzifə verildi, daha da çoxaldı. B. Afinada tiranlığın yaranmasına gətirib çıxardı. Xeyr, tiranlıq artıq eradan əvvəl 6-cı əsrdə var idi, yaranmışdı. 6-cı əsrdə, yəni ki, həm də ləğv olunmuşdu. Yəni bu gətirib çıxartmadı. Bu yanlış variantdır. Bütün vətəndaşlar dövlət idarəçiliyində istənilən vəzifəni tutmaq hüququ qazandı. Bəli, C variantı doğrudur. Deməli 1, B, C, 2C. Cavabımız olacaq C variantı. 47. Uyğunluq, Solon islahatları, səbəbləri, nəticələri. Səbəbi nə idi? Afinada iqtisadi problemlərin siyasi ziddiyyətləri kəskinləşdirməsi. Deməli, bu doğru variantdır. Yəni, səbəblərindən biri bu idi. Birə götürə bilərik A-nı. Sonra deyir ki, Afinada tiranlığın yaranması. Xeyr, Afinada tiranlıq bundan əvvəl yaranmışdı da, ləğv olunmuşdu. Yəni, buna aidiyyatı yox idi. Borcların ləğv edilməsi və yoxsullara torpaq verilməsi uğrunda mübarizənin başlanması. Bəli, bunu götürə bilərik. Birdə götürürük A-nı, C-ni. Nəticəsi, Afina vətəndaşlarının hüquq və vəzifələri onların əmlakına uyğun müəyyən edilməyə başladı. Bəli, bu doğru variantdır. A-nı götürərik. Hər bir vətəndaş dövlət idarəçiliyində istənilən vəzifəni tutmaq. Xeyr, bu Periklə aiddir. Daxili çəkişmələr Spartada tiranlığın yaranmasına gətirib çıxartdı. Bu da yanlış variantdır. Cavabımız burada olacaq 47-də B variantı. 48. Uyğunluğu müəyyən edin. Burada doğru cavab B olmalıdır. İndi baxaq. 1 Romadır. Baxın, 1-ə götürmüşük D variantını. Eradan əvvəl 6-cı yüzilliyin sonlarında padşahlıq dövrünə son qoyuldu. Bəli, eradan əvvəl 509-cu ildə, yəni 6-cı yüzilliyin sonunda burada respublika dövrü, yəni respublika dövrünə keçildi. 1D, 2-də olmalıdır C variantı. 2 də Yunanistandır. C-də deyir, eradan əvvəl 6-cı yüzilliyin sonlarında üsyan nəticəsində tiranlığa son qoyuldu. Bəli, Yunanistanda 6-cı yüzilliyin əvvəllərində tiranlıq yaranmışdı. Tiranlığa da son qoyuldu üsyan nəticəsində 6-cı yüzilliyin sonlarında. Aha, 3-də deyir A variantı. 3-də Misirdir. A variantında da deyir, eradan əvvəl 4-cü minilliyin sonunda vahid dövlət yarandı. Bəli, bu da doğru variantdır. 4-dəki biz götürərik burada Fələstini. Fələstin də B variantı uyğun gəlir. Eradan əvvəl 2-ci minilliyin ortalarında Firon 1-ci Tutmos tərəfindən işğal edilmişdi. Bəli, Fələstin, Suriya, Finikiya bunlar 1-ci Tutmos tərəfindən işğal edilmişdi. Cavabımız olacaq B variantı. 49. Uyğunluğu müəyyən edin. Qədim Yunanistan, Afina, Sparta. Deməli, 49-da baxırıq. Eradan əvvəl 8-6-cı əsrdə şəhər dövlət yaranmışdır. Bəli, bir də A-nı götürə bilərik. Doğrudur, Yunanistanda. Yunanistanın cənubunda salınmışdır. Xeyr, Afina Yunanistanın cənubunda deyildi. Cənubunda Sparta idi. Eradan əvvəl 7-ci əsrdə gümüş pullardan istifadə edilirdi. Bəli, birdə götürürük A-nı, C-ni. Deməli, birdə götürdük A-nı, C-ni. 2-yə baxırıq Sparta, Drakon qanunları. Drakon qanunları Afinaya aiddir, Spartaya aid deyil. Dorilər tərəfindən əsası qoyulmuşdu. Bəli, Dorilər tərəfindən əsası qoyulmuşdu eradan əvvəl 2-ci minillikdə. B. Qullar Hilot adlanırdı. Bəli, qullar da Spartada Hilot adlanırdı. Bu da doğrudur. Cavabımız C variantı. 50. Uyğunluğu müəyyən edin. Qədim Yunanistan, Afina, Sparta. Strategilərin seçilməsi. Bəli, 1A. Sparta ilə mübarizə. 1B. Plebeylərin orduda xidmət etməsi. Afinada plebey yox idi. Plebey Romadaydı. Afinada
Demosu idi. Ona görə bir də götürürük A-la B-ni. Sparta hərb sənətinə üstünlük verilməsi. Bəli, Spartada dedik ki, hərbi işdən başqa qalan bütün işlər qadağan olunmuşdu. İncəsənət idi, fəlsəfə idi. Bunların hamısı qadağan idi. Deməli, 2-yə də götürdük A-nı. Afinanın məğlub edilməsi. Bəli, B-ni. Drakon qanunları da Yunanistana aiddir. Deməli, cavabımız olacaq burada 1AB, 2AB. B variantı. 51. Uyğunluğu müəyyən edin. Eradan əvvəl 7-ci əsr, eradan əvvəl 6-cı əsr, eradan əvvəl 5-ci əsr. Burada olacaq A variantı. A-da baxırıq, Dorilər tərəfindən Mikena mədəniyyətinin məhv edilməsi. Bu eradan əvvəl 2-ci minillikdir. Heç birinə götürmürük. Afinada gümüş pul kəsilməsi. Bunu götürürük eradan əvvəl 7-ci əsrə, yəni 1-ə. Solon islahatının keçirilməsi. Bunu götürürük eradan əvvəl 6-cı əsrə, yəni deməli Solon islahatının keçirilməsini də əslində heç 6-cı əsr. 6-cı əsrə götürürük, 2-yə götürürük, 2-yə. Sonra Drakon qanunlarının tərtib edilməsi. Drakon qanunları da oldu eradan əvvəl 7-ci əsr. Fermopil döyüşündə Yunanlıların məğlub edilməsi. Bunu da götürürük eradan əvvəl 5-ci əsrə. Deməli 51-də cavabımız olacaq A variantı. 52. Qədim Yunanistanın tarixinin eradan əvvəl 7-ci əsrinə aiddir. Gümüş pullardan istifadə edilməsi 1 və burada olacaq 2. Drakon qanunlarının tərtibi. Bunu da götürərik. Solon islahatları 6-cı əsrdir. Konsullar tərəfindən Yunanistanda konsul yox idi. Strategilərin də seçilməyə başlanması eradan əvvəl 6-cı əsrdir. 53. Eradan əvvəl 5-ci əsrdə baş vermişdir. 5-ci əsrdə baş vermişdir 3-lə 4. Afinanın yoxsul vətəndaşlarının bütün dövlət vəzifələrini tuta bilmələri, yəni Periklin islahatları nəticəsində Herodotun tarix elminin əsasını qoyması. Bəli, bu da 5-ci əsrdir. 1-ə baxsaq, qədim Hindistanın vahid halda birləşdirilməsi eradan əvvəl 3-cü əsrdir. İlk olimpiya oyunları da 776, yəni eradan əvvəl 8-ci əsrdir. 54. Afina şəhər dövlətinə aiddir. Burada olacaq Afina şəhər dövlətinə aiddir. Drakon qanunları, borc daşı, bəli, borc daşı da qoyulmuşdu. Bir də strategin seçilməsi. 2, 3, 5. Sonra 55. Sparta şəhər dövlətinə aiddir. Sparta şəhər dövlətinə aiddir. Qulların Hilot adlandırılması 2. Afinanın məğlub edilməsi 3. Bir də hərbiləşdirilmiş dövlət olması 5. 56. Qədim Yunan mədəniyyətinə aiddir. Qədim Yunan mədəniyyətinə aiddir. Elmi biliklərin ayrı-ayrı, bəli, sahələrə bölünməsi 1. Odiseya, İlyada, Odiseya dastanlarının yaradılması, bunu da götürərik. Bir də götürürük burada ilk olimpiya oyunlarının keçirilməsi eradan əvvəl 776-da. Panteon məbədi Romaya aid idi. Betonun da ixtirası Romaya aid idi. 57. Qədim Yunan mədəniyyətinə aiddir. Bəli, İlyada dastanı 1, İmperator Trayan Romaya aiddir. Parfenon məbədini götürə bilərik. Periklin dövründə inşa edilmişdi. 1, 3, bir də 4. Komediyaların yaranması. Kolizey amfiteatrı da Romadaydı. Deməli, cavabımız 1, 3, 4. 58. Afinada Solonun keçirdiyi islahatlara əsasən quldarlıq quruluşu ləğv edilmədi. Bir yanlışdır. Kəndlilərin borcları ləğv edildi. Bəli, 2. Sonra Attikanın sakini olan kişilərə Afina vətəndaşı hüququ verildi. Bəli, 4. Afinalılara borca görə qul edilməsi qadağan edildi. Bəli, 2, 4, 5-dir variantımız. Sonra 59. Solon islahatları üçün xarakterikdir. Demosa strateq vəzifəsi, bu yanlışdır. Kəndlilərin borclarının ləğv olunması 2. Sonra borca görə qul edilən Afinalıların azadlığa buraxılması 4. Gələcəkdə də deyir, azad Afinalıların borca görə qul edilməsinin qadağan olunması. Bəli, 2, 4, 5-dir. Borc sözünü gördükcə götürürük Solona. 2, 4, 5. 60. Afinada Periklin strateqliyi dövründə baş vermişdir. Periklin strateqliyi dövründə, yəni 443-dən 428-ə qədər. Xeyroneya döyüşü 338, bunu götürmürük. Yoxsul vətəndaşlara bəli, vəzifə tutmaq hüququ verilmişdi. 2. Yunan Əhəməni müharibəsinin başa çatması. Bu da başa çatmışdı eradan əvvəl 449-cu ildə. Bunu da götürmürük, çünki düşmür.
Çünki Perikl seçilmişdi 443-də. Yoxsullara tutduğu vəzifəyə görə əmək haqqı verilməsi. Bəli, bu da doğru variantdır. Bu deməli Yunanistanın Afinanın Romadan fərqli cəhəti, Afinada yoxsullara əmək haqqı verilirdi, amma Romada əmək haqqı verilmirdi. 2-4-dür variantımız. 61. Afinada Periklin strateqiliyi dövründə baş vermişdir. Periklin yoxsul vətəndaşların hüquqlarının artırılması, bəli. 1. Biri də olacaq burada 3. Demosun idarə etmədə iştirakının genişlənməsi, bəli. 62. Əhəməni hökmdarı 1-ci Dara Yunan koloniyalarına hücum etdi. Bir sıra ərazilər ələ keçirildi. 1-ci Daranın oğlu Kserkis atasının Yunanistanı işğal etmək niyyətini davam etdirmək istədi. O Yunanlarla döyüşə girdi. Fermopil döyüşündə qələbə qazansa da, İranlılar bu uğuru axıra qədər davam etdirə bilmədilər. Müharibə onların məğlubiyyəti ilə bitdi. Əgər verilən müharibənin nəticəsində İran qalib gəlsəydi, nəyə nail ola bilərdi? Bizdən indi nəticə əksinə olsaydı nə ola bilərdini soruşur. Deməli, burada olardı 1. Aralıq dənizi hövzəsində bəli, İran güclü dövlətə çevrilərdi. 2-də deyir, ərazisi İranın bəli, xeyli genişlənə bilərdi. Yəni, Əhəmənilərin 1-də 4. İqtisadi cəhətdən üstünlük əldə edərdi. Bəli, bunlar doğru götürə bilərik. Bunları amma kim həyata keçirdi? Afina. Yəni, Afina qalib gəldiyinə görə bütün bu cəhətləri Afinaya aid götürə bilərik. 63. Uyğunluğu müəyyən edin. Fermopil döyüşü hadisə nəticə əlaqələrinə baxmalıyıq. Fermopil döyüşü Midiyanın Orta Yunanistanı tutması. Burada Əhəmənilər tutmuşdu Orta Yunanistanı. Bir yanlışdır. Afina dəniz ittifaqının yaradılması, Pun müharibəsinin başlanması. Xeyr, bununla Pun müharibəsinin əlaqəsi yox idi. Dorilərin ölkəyə yürüyüşü, Mikena mədəniyyətinin məhv edilməsi. Bu da bəli, doğrudur. Eradan əvvəl 2-ci minillikdə Yunanistanda ağalıq etmək uğrunda mübarizə Afina-Sparta müharibəsinin başlanması. Bəli, 3-lə 4-dür. 64. Uyğunluğu müəyyən edin. Makedoniyanın 64-də cavabımız olacaq 1-lə 2. Makedoniyanın şərqə yürüyüşü, Əhəməni dövlətinin süqutu, bəli, eradan əvvəl 331-ci ildə Xeyroneya döyüşü əksər Yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu. Bəli, əksər deyir çünki Spartadan başqa 338-də, eradan əvvəl 338-də olmuşdu. 1-lə 2-dir cavabımız. 65. Makedoniya və Roma dövlətlərinin tarixinə aid oxşarlıq. Hər ikisinə də aid olan 2-lə 3 olacaq. Misri işğal etmələri. Makedoniya Misri eradan əvvəl 332-də, Romada eradan əvvəl 30-da işğal etmişdi. Yunanistanı işğal etmələri Makedoniya eradan əvvəl 338-də, Romada eradan əvvəl 146-cı ildə işğal etmişdi. 66. Makedoniya hökmdarı İskəndərin hakimiyyət dövrü üçün xarakterik amilləri müəyyən edin. Hakimiyyət dövrünü soruşur bizdən. Xeyroneya döyüşü deyir. Xeyroneya döyüşü İskəndərin hakimiyyət dövrü deyildi. Atası Filippin hakimiyyət dövrü idi. Qavqamela döyüşündə Əhəməni şahı 1-ci Daranı. Xeyr, burada 3-cü Dara məğlub edilmişdi. Yunanistanın Makedoniyaya birləşdirilməsi. Xeyr, Yunanistan Makedoniyaya birləşdirilməmişdi. Bu da yanlışdır. Baryaksın başçılığı ilə üsyanın baş verməsi. Bəli, eradan əvvəl 327-də baş vermişdi. Misirin Makedoniyaya tabe edilməsi. Misirin də Makedoniyaya, bəli, eradan əvvəl 332-ci ildə tabe edilmişdi. Cavab 4-5-dir. 67. Makedoniya hökmdarı İskəndərin hakimiyyət dövrü üçün xarakterik. Yenə də eyni tipli sualdır. 67-də də cavabımız olacaq. Baxaq, Kiçik Midiyanın qədim Manna, Atropatın hakimiyyətinə verilməsi. Qədim Mannanın Kiçik Midiyada Atropatena. Bəli, bu doğru variantdır. 1-i götürərik. Bir də götürərik burada 4-ü. Makedoniya dövlətinin imperiyaya çevrilməsi. Bu da doğru variantdır. İs döyüşündə İran şahı 1-ci Dara deyildi, 3-cü Dara idi. Bütün Hindistanın imperiya ərazisinə xeyr, bütün Hindistanı qatılmamışdı. 5-də də deyir Xeyroneya döyüşündə, Xeyroneya döyüşü dediyimiz kimi atasının hakimiyyət illərində idi. 68. Fermopil və Plateya döyüşlərinə aid oxşar cəhətlər. Hər ikisinə aid oxşar cəhət 3-lə 4-dür. Eradan əvvəl 5-ci əsrin 1-ci yarısında baş verməsi. Bəli, Fermopil 480-ci ildə baş vermişdi, Plateyada 479-cu ildə. 4-də də deyir Yunan Əhəməni müharibələri dövründə. Bəli, hər ikisi də bu dövrdə baş vermişdi. 69. Marafon və Salamin döyüşlərinə aid oxşar cəhətlər. Cavabımız 2 ilə 3-dür. Eradan əvvəl 5-ci əsrin 1-ci
birinci yarısında. Bəli, Marafon 490, Salamin də 480-ci ildə. 3-də də deyir Yunan hərbi qüvvələrinin qalib gəlməsi. Bəli, hər ikisində də Yunanlılar qalib gəlmişdi. Ümumiyyətlə Yunan Əhəməni müharibələrində bir dənə Fermopil döyüşündə Yunanlılar məğlub olmuşdu. Qalanlarında hamısında Yunanlılar qalib gəlmişdi. 70. Xronoloji ardıcıllığı müəyyən edin. Kserks ordusunun Yunanistana hücumu. Bunu Fermopil döyüşünü deyir. Burada da eradan əvvəl 480-ci ildədir. Solon islahatları oldu 594-cü il eradan əvvəl. Periklin strateq seçilməsi eradan əvvəl 443. İlk Olimpiya oyunları da eradan əvvəl 776-cı ildə olmuşdu. Deməli 70-də olacaq cavabımız 4, 2, 1, 3. 71. Xronoloji ardıcıllıq yenə də Yunanistanda gümüş pullardan istifadə edilməsi eradan əvvəl 7-ci əsr, Periklin strateq seçilməsi 443, Plateya döyüşü oldu 479, İliada və Odiseya poemalarının yaranması. Bu da oldu 8-ci əsr. Bunlar da hər ikisi də 8-ci əsrdə yaranmışdı, amma yazıya alınmışdı 6-cı əsrdə. Deməli 71-də cavabımız olacaq 4, 1, 3, 2. 72. Solon islahatları 594, Salamin döyüşü eradan əvvəl 480, Afina ilə Sparta arasında müharibənin başlanması. Bu oldu eradan əvvəl 434, daha doğrusu 431. Yunanistanda gümüş pullardan istifadə edilməyə başlanması. Bu da oldu eradan əvvəl 7-ci əsr. Deməli 4, 1, 2, 3. 73. Yenə də xronoloji ardıcıllıq Attikanın yerli sakinləri olan bütün kişilərə vətəndaşlıq hüququnun verilməsi. Bunu Solon islahatı ilə götürürük. 594. Spartalıların Afinanı məğlub etməsi. Bu da oldu 404-cü ildə eradan əvvəl. Mikena mədəniyyətinin süqutu eradan əvvəl 2-ci minillik. Kritdə də dövlətin yaranması eradan əvvəl 3-cü minillik. Deməli cavab olacaq 4, 3, 2, 1, 2. Sonra 74. Əhəməni Yunan müharibələrindəki döyüşlərin xronoloji ardıcıllığını müəyyən edin. Deməli, burada olacaq Marafon döyüşü, Fermopil döyüşü, Salamin döyüşü, Plateya döyüşü. Sonra 75. Makedoniya qoşunları tərəfindən Yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu. Xeronea döyüşü 338. Qədim Afinada strategilərin seçilməyə başlanması eradan əvvəl 6-cı əsr. 3-də qədim Afinada yoxsul vətəndaşlara bütün vəzifələri tutmaq hüququnun verilməsi. Bu da eradan əvvəl 5-ci əsrdir, Periklin dövründə. Cavabımız olacaq 2, 3, 1. 76. Makedoniyalı İskəndərin ordusunun şərqə yürüyüşü. Makedoniyalı İskəndər ordusunun şərqə yürüyüşü başlamışdı 336-da. Qədim Afinada Drakon qanunlarının qəbul edilməsi. Drakon qanunları eradan əvvəl 6-cı əsr. Qədim Afinada strategilərin də seçilməyə başlanması eradan əvvəl 6-cı əsrdir. Burada necə olmalıdır? 2, 3, 1. Yəni Drakon qanunları strategilərdən əvvəl idi. 2, 3, 1 olmalıdır. 77. Döyüşlərin xronoloji ardıcıllığı Marafon 490, Salamin olacaq 480, Qavqamela döyüşü də 331-ci illər. Hamısı da eradan əvvəl. Sonra 78. Manna dövlətinin süqutu eradan əvvəl 590, Marafon döyüşü 490 eradan əvvəl, Əhəməni dövlətinin yaranması, Əhəməni dövlətinin yaranması eradan əvvəl 550, Yunan Əhəməni müharibəsinin başa çatması da oldu 449-cu il. Deməli 78-də olur 1, 3, 2, 4. 79. Makedoniya imperiyasının parçalanması eradan əvvəl 323, Qaradəniz sahillərində Yunan koloniyalarının qurulmağa başlanması eradan əvvəl 8-ci əsrdə, Xeronea döyüşü 338, Pun müharibələrinin başlanması. Bu müharibələri eradan əvvəl 3-cü əsrdə başlamışdı. Periklin Afinada strateq seçilməsi. Bu da oldu eradan əvvəl 5-ci əsr, yəni 443-cü il. 79-da 2, 5, 3, 1, 4. 80. Mikena mədəniyyətinin məhv edilməsi. Bu oldu eradan əvvəl 2-ci minillik. Periklin strateq seçilməsi 5-ci əsr eradan əvvəl. Yuxarı və aşağı Misirin bir dövlətdə birləşməsi. Bu da oldu eradan əvvəl 4-cü minillik. Yunanistanda gümüş pullardan istifadə edilməyə başlanması da oldu eradan əvvəl 7-ci əsr. 80-də 3, 1, 4, 2.
81. Qədim Misirdə vahid dövlətin yaranması, eradan əvvəl 4-cü minillik. Qədim Yunanistanda Solonun islahatlarının keçirilməsi, eradan əvvəl 6-cı əsr. Qədim Romada daxmalı qulların meydana gəlməsi, daxmalı qulların meydana gəlməsi 2-ci əsr idi. Yunanistanda şəhər dövlətlərin yaranması da eradan əvvəl 8-ci əsrdə yaranmışdı. Deməli, cavabımız 81-də olacaq. 1, 4, 2, 3. 82. Döyüşlərin xronoloji ardıcıllığını müəyyən edin. Deməli, Fermopil oldu 480 eradan əvvəl, Xeroneya 338, Salamin oldu eradan əvvəl 480, Plateya döyüşü də oldu eradan əvvəl 479. 82-də 1, 3, 4, 2 olacaq. 83. Xronoloji ardıcıllıq. Yenə də Afina və Sparta arasında müharibənin başlaması 431-ci ildə başladı. Yunan Əhəməni müharibəsinin başa çatması, bu da oldu 449, Marafon 480, Plateya da oldu, daha doğrusu Marafon 490, Plateya oldu 479. Cavab olacaq 3, 4, 2, 1. 84. Misirin Roma əyalətinə çevrilməsi eradan əvvəl 30, Yunan Əhəməni müharibələrinin başlaması oldu. Eradan əvvəl ilə 5-ci əsr 490, Manna dövlətinin süqutu oldu eradan əvvəl 590, Afina şəhər dövlətinin yaranması da eradan əvvəl 8-ci əsr. Deməli 84 4 2 3 2 1 4 3 2 1. Daha sonra uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Afina şəhər dövləti, Makedoniya şəhər dövləti. Eradan əvvəl 3-cü əsrdə plebeylərə vətəndaşlıq hüququnun verilməsi. Bunun heç birinə aid deyil. Çünki plebey məsələsi, plebeylər Romadaydı. Ona görə bunu götürmürük. Eradan əvvəl 2-ci minilliyin sonunda Lakonikanın işğal edilməsi. Bunu da heç birinə aid götürmürük. Bu da Spartaya aid idi. Deməli, B-də səhvdir. Sonra, eradan əvvəl 7-ci əsrin ortalarında Misirin tabe edilməsi. Bu da yanlışdır. Solon islahatlarının keçirilməsi. Bəli, 1-ə götürəcəyik D-ni. Əhəməni imperiyasına da son qoyulması. Eradan əvvəl 331 Qavqamela döyüşündə Makedoniya. 2-yə də götürürük Y variantını. 86. Afina şəhər dövləti, Makedoniyalı İskəndərin imperiyası. Qoşuna 2 konsul. Konsul bunların heç birində yox idi. Konsul Romada var idi. Balkan yarımadası və Misirdən başlayaraq Hind çayına qədər ərazini əhatə etməsi. Bunu götürəcəyik 2-yə. B-ni götürərik. 86-da 2-yə. B-ni götürürük. Sonra eradan əvvəl 8-ci əsrdə şəhər dövlət 1C, eradan əvvəl 5-ci əsrdə yoxsul vətəndaşların 1D, deməli 1C-də 2B. Ölkənin yerləşdiyi ərazinin Peloponnes adlandırılması, bu da yanlışdır. 87. Uyğunluq. Qədim Yunanistan, qədim Roma. Deməli 87-də 1-ə götürəcəyik D, 2-yə də Y variantını götürməliyik. Yəni 1-də D-yə baxsaq, eradan əvvəl 6-cı əsrdə strateqlərin bəli seçilməyə başlanması Yunanistana uyğun gəlir. 2-də də Y-ni azad əhalinin yoxsul təbəqəsinin eradan əvvəl 3-cü əsrdən tam hüquqlu vətəndaşa çevrilməsini. Eyni zamanda 3-cü əsrdə deyirik ki, Romada vətəndaş cəmiyyətinin formalaşması da başa çatmışdır. Bəli, 88-ə baxsaq, uyğunluğu müəyyən edin. Qədim Yunanistan, qədim Roma. 88-də də olacaq 1-də Y, 2-də A-nan C. Baxsaq 1-də Y-yə Parfenon məbədinin inşa edilməsi, bəli, Periklin dövründə inşa edilmişdi 5-ci əsrdə. 2-də də olacaq A-nan C. Eradan əvvəl 5-ci əsrdə plebeylərə xalq tribunu seçmək hüququ verildi. Bəli, bu da doğrudur. Eradan əvvəl 2-ci əsrdə Tiberi Qraxın torpaq islahatı keçirilməsi. Bu da Romaya aid xüsusiyyətdir 2-ci əsrdə. Deməli, oldu 1 Y, 2 A-nan C variantı. Bu qədər. Ümid edirəm ki, bu izahım sizlər üçün faydalı olar. Bir daha vurğulayım ki, kanalımıza abunə olmağı, videomuzu bəyənməyi unutmayın.